Belə əzizləyicilər, bugünkü qonaqlarımızlardan biri BMW X5 F15 modelli və avtomobil 2 motor plug-in hibrid modelli. Avtomobil bizə yaxınlaşdı, avtomobildə ümumi check-up yoxlanışı elədik və avtomobildə əsas problemi, heç avtomobil sahibi də bilmədiyi bir problem var ki, 4 ədəd əyləc bədləri, yəni nakladka deyilmiş hissələrin hamısı demək olar ki, qutarmışdı, dəmirə çıxmışdı. Və 4 ədəd nakladkalarla dəyişdik. Təbii ki, nakladka datçikləri ilə bir yerdə dəyişdik hamısını. Ondan əlavə olaraq avtomobil sahibinə göstərdik. Alışma şamları, sveçaları da yoxladıq və sveçalar dəyişilmə məcburiyyətində qaldı. Niyə? Çünki qardaş özü də şahid oldu ki, sveça tam orijinal deyildi və bundan əlavə olaraq sveçalarda qaz buraxmaq var idi. Avtomobil ümumi nə problem var isə həll elədik və tormuz sistemində də tormuz verəndə deməli səs gəlirdi arxa sağ hissədən. Onu da düzəltdik və hal-hazırda test sürüşü eləyirik ki, gördüyünüz kimi ideal vəziyyətdədir, heç bir problemi yoxdur. Bura gələn zaman olan problemlərin hamısını aradan qaldırdıq. Sadəcə avtomobil sahibi vəzifəsi ilə və işi ilə əlaqədar düşmək istəmir. Xeyirli olsun qardaş, xeyrin görəsiniz. Kimi ki, avtomobilində belə problemlər var, bizim servis seçib yaxınlaşa bilərlər. İndi növbəti prosedur bu avtomobildə bizim sep başmaq dəyişməyimiz olacaq ki, bu avtomobillərin mühərrik hissəsi N20 mühərriklə təchiz olunub və avtomobilin hal-hazırda yürüyüş məsafəsi 131 min yürüyüş məsafəsi var. Avtomobil səbəbini də göstərdik. Sep başmaq boşaldığına görə və vaxtı keçdiyinə görə sep başmaq dəyişilməlidir. Növbəti prosedur isə sep başmaq dəyişməkdir. Təşəkkürlər, izləmədə qalın.